Bismillahirrahmanirrahim. Assalamu aleyküm, hörmətli izləyicilər, əziz mömin bacı və qardaşlar, hər vaxtınız xeyir olsun. Bugün bir neçə məsələ ilə bağlı sizlərə dua təqdim edəcəyik. Düşmənlərə qarşı üstün olmaq, hər cürə xəstəliklərlə bağlı, ruzi cəlb etməklə bağlı, bu üç məsələ ilə bağlı dualar göstərəcəyik. İlkindən başlayaq. Əgər düşmənlərinə qarşı üstün olmaq istərsənsə, bunu yazıb üstündə saxlamalısan. Yusif surəsinin vəqfidir bir başqa cürə. Yaxından göstərirəm, skrin edin, götürün. Yazırsınız, üzərinizdə saxlayırsınız. Hər cürə xəstəlik üçün. Bu çətindir, indi izah edəcəm. Bir kağıza Fatihə surəsini nəstəin kəlməsinə qədər yazıb, buradakı xatəmi də 7 dəfə yazırsan. Sonra kağızı suya qoyursan. 7 gün hər səhər ac qarnına suyun içirsən. Allahın izni ilə şifa bulur. Yəni Fatihə surəsini ərəbcə, zəfəranla, gül suyu ilə, müşklə, ağ əmbərlə, qarışımı ilə yazılmalıdır. Nəstəin kəlməsinə qədər yazdın, saxladın. Burada gördüyün xatəmi 7 dəfə təkrar yazırsan. Buradakını 7 dəfə yazırsan, onun altından vəssalam. Ruzi cəlb etmək üçün bunu yazıb üzərinizdə saxlamalısınız. Bax budur, yaxından çəkirəm, skrin edin. Allah-u Teala'nın Ər-Rəzzaq ismində keçdiyi gözəl bir vəqfdir. Təkrar göstərirəm hamısını. Gözəl şəkildə skrin edə biləsiniz. İnşallah ki, bir dərdinizə dəva olar. İzlədiyiniz üçün çox sağ olun. Bəyənməyi, abunə olmağı unutmayın. Allah əmanət olun.